Lüksiyemizi devamlaştırmaz vatandaş. Yukarı lüksiyenin devamı. Xalqaro Əmgəkçilər Təşkilatının tislağı 2022 yıl 6 ayının 3 günü. Xalqaro Əmgəkçilər Təşkilatının təkşürüş tələb qılındı. Mavzulu xəbər Muşu xəbərinin içində ilan qılınğan xəbərin içində ilan qılındı xəbər mündaq başlandı. Bək uzun ikən qısqartıb axırdı məğz elib aldım bunu. Həftənin 4-cü günü, yəni 6 ayının 2 günü. Amerika, Kanada, Angliya, Avstraliya və Avropa İttifaqı qatarlıq Birləşmiş Dövlətlər Təşkilatının qatarlıq dövlətlər Birləşmiş Dövlətlər Təşkilatının tarmaq orqanı Xalqaro Əmgək Təşkilatının təkşürüşünü qozğutub Cüngo üzü təsdiqləyən Xalqaro Əmgəkçilər Əhdnamesi qeyd qılınğan əhdnaməsində qeyd qılınğan belgiləmələrə əməl qıldımı yox? Təkşürüşün tələb qıldı. Bu dövlətlər Uyğurların xorlanğanlığını, xorlanıvatqanlığı doğrusudur ki, xəbərlərə əsaslanıb və ümumi vəziyyət lağırladı ki, türmələrdə ki, Uyğurların məcburi əmgək selinvatqanlığı doğrusudur ki, konkret məsələlər doğrusu toxtaldı. Amerika Qoşmuş Ştatları Birləşmiş Dövlətlər Təşkilatı Cən və İş Başqarış Orunda Turuşluq Elçisi Shiba Kroker bir parça bayanat elan qılıb, bayanatada mündaq göstərdi. Biz Cumhuriyet Xalq Cumhuriyeti'nin Azadlıq Millətlər Komiteti və ularının hüquqlarına təcavüz qilishni dərhal toxtutuşqa çağırıq qılımız. Elçi Kroker Xalqaro Əmgək Təşkilatı təkşürüş ümükünün Şinjanğa kirişiga, müstəmlikə Uyğuristanğa kirişiga cümlədən Nəzərbənd sistemisi və barlıq münasibətlik təşkilatlarıca şəxslərlə uçuruşuş və əhmiyyətlik orullığa kirişigiçə çəkdimisiz və nazarəsiz kirişigə yol qoyuşqa çağırıq qılımız. Cüngo'nun Birləşmiş Dövlətlər Təşkilatı'da turuşluq iş başqarış organının vəkili bu ayıpləşni inkar qıldı. Qarşılamaz Amerika Qoşmuş Ştatları hökuməti və Amerika Qoşmuş Ştatları hökuməti başçılığındakı Avropa İttifaqı, Angliya, Kanada, qatarlıq dövlətlərinin Xalqaro Əmgəkçilər Təşkilatı'na yoki çağırıq qılıb təkşürüş ümüge təşkillib, müstəmlik Uyğuristanğa Şinjanğa verib, əmgək kuşlarını və əmgək haqqını və məcburi əmgək selişini, türmə içində və lağır içində məcburi əmgək selişini, təkşürüşünü və müşündaq təkşürüşünü Xalqaro təşkilatlar, yəni Birləşmiş Dövlətlər Təşkilatının orqanı, Xalqaro Əmgəkçilər Təşkilatı, Xalqaro Əmgək Təşkilatının ümmək təşkillişini çağırıq qılğanlığını qollaymız, qarşı alımız, mədət birimiz və rəhmət etimiz. Xitayның müstəmlik Uyğuristanda əmgək tutqan pozisiyası bugünlər tünügünlər ki işləməz. 70 ildən aşdı. Uyğurların haqsız əmgək seleş. Məsələn, qışın günləri üydə olduruqlu qoymay soğan bir quruş. Bilik kölçüge, yəni köşmən Xitay başlıqları, Yezikent başlıqlarına bilik kölçəkləri yasab beriş. Əğizdə su ambırı əməliyyət düşük köşmən Xitay başlıqlarına bilik baxıdığan kölçək yasab beriş. Aşağı haydaş, üstən çöpüş. Erik çepeş ve bunun da ilk gəlgən sunu bin tüvənin etizliklərine başlap bireş. Xitay köçməlləri özləşdirgən, namda özləşdirgən
lekin özleştirilip bolgan yerge igi bolgan Xitay köçmellerinin etiz eriqlariga başlap beriş. Muşa qatarlıq haqsız emgek bilen şug'ullanğan 70 yıldan aştı. Hörmetlik Amerika Qo'shma Shtatlari, Kanada, Angliya, Avrupa İttifaqı devletleri. Emgek ameliyatda haqiqiy ma'nodagi azatlık bu emgekning azatlığıdır. Azatlık degan ta'birning hukmning konkretligi emgekning azatlığıdır. Emgek kuchlari ameliyatda nazariya sahasida atiladigan ishlab chiqarish kuchlari qaysi holda bo'ladi? Qaysi saviyada bo'ladi? Qanday tashkillanadi? Bu ishlab chiqarish kuchlarining ishlab chiqarish munosabatlari bilan bo'lgan munosabati nima? Ya'ni hukmronlik bilan hukmronlik qilg'uchi millat bilan bo'lgan munosabati nima? Bu ham nazariya masalasi, hem ameliyat meselesi olup 70 yıldan beri Uyghur emgekçileri yoki Uyghur ishlab chiqarish kuchlari o'zining taqdiriga o'zi hal ega bo'la olgan emas. O'zining emgek sharoitini o'zi yarata olgan emas. O'zining emgek sharoitida o'zi planlik va yoki plansiz holda stixiyalik va yoki natural egilik bilan shug'ullanadigan emas. Bu butunlay kontrolluk. Xitayning haqsiz ishlatish siyosati ostida, kontrolluk ostida yashab keldi. Masalan, ishlab chiqarish kuchlariga kimning ig'dorchilik qilish masalasi yoki huquqning kimning qo'lida bo'lish masalasi bu haqiqiy ma'nodagi ozodlikni ifodalab turadigan birdan bir yo'ldir. Uyg'ur xalqi shunda ishlab keldi. Endi bugun oxirgi hisobda jazo lageri yig'ib elish lageri qurib, lager ichida majburiy emgak, lager sirtida ularning bola chaqasi majburiy emgak yaqinda xabar qilindi. Hatto lagerga sulangan ota-onasi bola chaqasi teshida qolgan bo'lsa, ularni majburiy emgakka majburlash. Hozir butun millatning taqdiri, Uyg'ur millatining taqdiri mushu holda. Shunga Amerika Qo'shma Shtatlari boshchiligidagi 10 necha davlatning Xalqaro emgak tashkilotining Uyg'uristonga mustamlik Uyg'uristonga tekshirish umiki avatishni qarshilamiz. Buni uzul kesil tekshirish shaklida masalan, mushu emgak kuchi va emgak haqqi. Emgakchilarga kim hukmronlik qiladi? Ya'ni emgak kuchlariga ishlab chiqarish kuchlariga kim hukmronlik qiladi? Ishlab chiqarish kuchlari o'zi hukmronlik qila olamdi yoki boshqa bir yerdan ko'chib kelgan ko'kmallar. Masalan, nima xunanlik, nima jansulik Xitoylar hukmronlik qilan. Masalaning tuguni mishiyadi, masalaning ochqishi mishiyadi. Rahmat Amerika Qo'shma Shtatlari, Angliya, Avrupa İttifaqı, Gaza davlatlar.